Deməli, dünənki yazın bir çoxlarına elə toxunub ki, hələ də təsirindən çıxa bilməyiblər. Baku Postas xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev bəzi blogerləri tənqid edərkən bildirib. O qeyd edib ki, hələ də Instagram hesabı ilə adam olub cəmiyyət arasına çıxanlar var. Ağlınızı yığın başınıza. Bir qarın yeməyə görə restoranlarda rolik çəkdirən, açılışlarda gedib qapı arxasında dayananlar, özünüzü bizimlə səhv salmayın. Biz sizin kimi restoranlarda bir qarın yeməyə, konsertlərdə bambulluq etməyə getməmişik. Ağıllı olun. Siz də, sizin şampuna ehtiyacı olanlarınız da. Gedin öz dərdinizlə məşğul olun. Sabah Instagram bağlansa ac qalacaqsınız. Ay bədbəxtlər. Nə ərləriniz bilir, nə də ərsizləriniz. Bugün bəzi məmur övladları ilə eşq yaşayanlar ağzıma astırmayın. Hansı mənsəbə qulluq etdiyinizi də yaxşı bilirik. Bir ayağınız buradadır, bir ayağınız Dubayda. Ona görə də özünüzü yığışdırın. Bizi özünüzlə səhv salmayın. Bəzi blogerlər üçün bu iş artıq insan alverinin mədəni variantına çevrilib. İnfluencer oldular, amma altdan reklam adı ilə özlərini imkanlı adamların oğlanlarına tərəf yönəltdilər. Elə etməyin ki, sizi ölkə gündəminə çıxaraq, hansı işlərdən çıxıb bloger olduğunuzu da unutmamışıq. Bu söz təbii ki, hər kəsə deyil, özünü bilənə aiddir. Qiymətinizi artırmaq üçün burada özünüzü süni şəkildə ağıllı və səviyyəli göstərməyə çalışmayın. Gedin əvvəlcə evinizdəkilərdən müğayət olun. Yazıq bədbəxtlər, şampun paylamaqla, telefon paylamaqla bəziləriniz özünüzü adam hesab etdiniz. Elə bilirsiniz, sizə hörmət edirlər. Səhifənizə bot vurmaqdan özünüz də bota oxşayırsınız. Şərhlər bot, layklar bot, zənglər də yalandan. Elə bilirsiniz, tanımırıq kim olduğunuzu, haradan gəldiyinizi. Gedin öz işinizlə məşğul olun. Süpürgəlik edənlər sizin gününüzə qalsınlar. Allah eləməsin ki, biz də sizin kimi bir qarın çörəyə görə ora-bura möhtac olaq. Gecəmiz gündüzümüzə qarışsın. Bizim işimiz də var, peşəmiz də.